Əziz bizi eşidən və dinləyənlər, bu günləri biz Azərbaycanın milli qəhrəmanı İgidoğlu, əslən Qubadlının Qəzyan kəndindən olan Əliyar Əliyevin ziyarətinə gəlmişik və onun ruhu qarşısında hesabat veririk. Bugün onun doğum günüdür. Allah rəhmət eləsin milli qəhrəmanımızı. Ona biz rəhmət deməmişdən qabaq isə ona Allah tərəfindən rəhmət gəlib, o cənnət əhlidir. Hər bir şəhid cənnətin qonağıdır. Onun ruhu indi şaddır. Biz onu ziyarət elədik. Dualar oxuduq onun ruhuna. Qoy onun ruhu şad olsun. Və arxayın olsun ki, onun davamçıları 2020-ci ildə onun tökülən qanını yerdə qoymadılar və Azərbaycanın bütün torpaqları azad olundu. 200 il idi ki, erməni işğalçıları bizim torpaqları zəbt eləyə əlimizdən torpaqları alırdılar. Amma Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gələndən sonra ordu quruculuğuna baxması, bərpası, nizami ordu yaradaraq və onu inkişaf elətdirməyə başladı və yüksək texnoloji silahlarla silahlandırmağa başladı. Və onun davamçısı Ali Baş Komandanımız cənab İlham Əliyev isə öz sözünü 2020-ci il sentyabrın 27-sində dedi. Erməni silahlı qüvvələri daima bizə qarşı təxribatlar edirdilər, sərhəddimizi pozurdular, girovlar götürürdülər. Buna son qoymaq üçün axırda öz qətiyyətli sözü ilə və ordunun gücü ilə, xalqın birliyi ilə bu torpaqları bir dəfəlik işğaldan azad olundu. Ruhun şad olsun Əliyar Əliyev, arxayın yat. Biz sənin duaçıları yox, sən qəhrəman övladsan, sənin bütün qəhrəmanlığınla bütün Azərbaycan danışır. Sən bir gündə 356 nəfər ermənini cəhənnəmə vasil eləyərək 3 gün Ermənistanı matəm tutmağa məcbur etmirsən. Əzizimiz Əliyar Əliyev, sən bu xalqın dostusan, cavanların, gənclərin, körpələrin dostusan. Biz səni hər yerdə axtarırıq. Sənin nəfəsin, körpələrin gülüşündə 3 rəngi dalğalanan bayrağımızda hiss edirik biz. Həmişə görürük. Ruhun şad olsun, rahat yat, əzizimiz. Allah səni rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mən Əliyarı 1-ci Qarabağ döyüşündən tanıyıram. Tanışdığımızda nətər olub? Masallı batalyonu, Muğanlı, Krafatkin, Əmrallar, bir də ki, Xozabənd rayonunda idi. Sonra bu Qubadlıda iclas oldu. Məni də dəvət elədilər. Mən gəldim ora, orada zalda iclas gedirdi. Məsələn, Sabirabad batalyonu oradaydı. Gördüm, hamı Əliyar deyir. Vallahi mən də bunu görməmişdim. Bu çıxış eləyəndə dedi ki, Sabirabaddan da bizim qonaqlar var, Masaldan da Əhəd bəy gəlib. Mən orada gördüm. Yəni bizim tanışdığımız oradan başlayır. Həqiqətən o qəhrəman idi. Niyə görə? İnsanlıq aləmində də qəhrəman idi. Torpaq uğrunda da o qədər sadə adam idi. O qədər sadə adam idi. Sonra biz dedim, mən səni bütün Qubadlı hamı deyir Əliyar. Mən dedim, görəsən sən nə boydasan? Çox sadə, onunla mən çörək də yemişəm. Ondan sonra dəfələrlə gəlib getmişik, eləmişik, münasibətimiz olub. Doğrudan mən eşidəndə rəhmətli, sonradan yollar zətlər gəlib gedə bilmədi. Çox pis oldu. Nami müəllim qeyd elədi. O təkcə Qubadlı üçün yox, Azərbaycan üçün. Bütün dünya Azərbaycanlıları üçün qəhrəmandır. Çünki biz buraya gələndə elə yolda kimdən soruşduq, Zəngilanda, ondan sonra hamısı o qədər o Azərbaycanın qəhrəmanıdır. Masalının da, bütün hər yerin. Bax, hələ bizim də gəlməyimiz odur ki, o bizim qəlbimizdə yaşayır. Allah onu rəhmət eləsin. Onun o sadəliyi, insanlığı. Hətta burada mənə danışdılar ki, onun 2 dənə otağı olub. Otağın birində uşaqlarına məşq keçirmiş hətta. Öz ailəsinin rahatlığın o işinə o qədər insan adam idi. Sadə. Allah onu rəhmət eləsin. O həqiqi qəhrəman idi. Bu günləri biz Azərbaycanın qüruru, milli qəhrəman şəhid Əliyar Əliyevin doğum günündə onun qəbrüstü məzarını ziyarət etməyə gəlmişik. Masaldan gəlmişik, Qubadlı rayonu Qəzyan kəndinə. Əliyar Əliyevin timsalında
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər hamısı qəhrəmandır, hamısı qəlbimizdə yaşayır və yaşayacaq. Onlar Azərbaycanın ərazi bütövlüyü, dövlət sərhədinin bərpası uğrunda öz canlarından, qanlarından keçdilər. Əlbəttə, şəhidlər ölmür, şəhidlər Allah dərgahında həmişə yaşardı. Onlar cənnətlə müjdələniblər. Bugünkü günə də min şükür olsun ki, dövlətimizin, Cənab Ali Başkomandanın apardığı hərbi quruculuq sahəsində biz 20-ci ildə, 2020-ci ilin 23 sentyabrında düşmənə layiqli cavab verdik. 44 gün müddətində vətən torpaqları işğaldan azad olundu. 23 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatı nəticəsində tam separatçılardan torpaqlarımız azad olundu. Dövlət sərhədimiz bərpa olundu. Bugün də hal-hazırda biz yolu gələ-gələ gördük ki, işğaldan azad olunmuş ərazilərimizdə abadlıq, tikinti, quruculuq işləri yüksək səviyyədə aparılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Əliyar Əliyevi də rəhmət eləsin. Allah bir daha xalqımıza müharibə göstərməsin. Necə deyərlər, yurtda sülh, cahanda sülh. Bir də onu qeyd eləmək istəyirəm ki, Respublikamızın bütün bölgələrində, o cümlədən Masallıda, Cənab Ali Başkomandanın şəxsi tapşırığına əsasən bütün qazi və şəhid ailələrinə xüsusi qayğı göstərilir. Biz elə Masaldan gəlməyimizin səbəbi də bizə yüksək ruh verən Masallı rayonunda qazi və şəhid ailələrinə qayğı göstərən Cənab Başçı bizim üçün bir nümunədir. Bəli, o da keçmiş döyüşçü olub, sərhəd qoşunlarında xidmət eləyib, onun da xidmətləri var vətən qarşısında. İndi yenə də öz borcunu şəhid ailələrinə xidməti ilə, qazi ailələrinə xidməti ilə missiyanı davam etdirir. Buna görə də biz bütün şəhidlərə, bütün qazilərə qayğı göstərən bütün insanlara, bütün icra başçılara, o cümlədən bizim də rayon icra hakimiyyətinin başçısı Araz Əhmədova öz təşəkkürümüzü bildiririk.